Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sumqayıtda zavodda bədbəxt hadisə baş verib. Xəbər verilir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsindəki zavodların birində qeydə alınıb. Bakı şəhər sakini 2007-ci il təvəllüdlü Elnur Vidadoğlu İsmailzadə zavodun dam örtüyünü dəyişən zaman yıxılaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır. Sabirabadda bədbəxt hadisə baş verib. Xəbər verilir ki, rayon sakini 59 yaşlı Rafət Sabiroğlu Xancanov yaşadığı evin həyətində elektrik cəryanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınların əzizlərinə səbir diləyirik.